Elm və Təhsil Nazirinin əmri ilə yaradılmış Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tərkibində olan təhsil şöbələrinin nəzdindəki məktəblərdə baş verən özbaşınalıq və qanun pozuntuları ilə bağlı redaksiyamıza müxtəlif faktlar daxil olub. Xüsusilə Laçın və Kəlbəcər rayonlarını əhatə edən bu faktlar bir daha sübut edir ki, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi bu məktəblərdə baş verən qanunsuzluqlardan xəbərsiz deyil. Qeyd edək ki, Elm və Təhsil Nazirinin əmri ilə Fuad Bədəlov Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunub. Bu təyinatdan sonra bir çox məktəb, bağça və ümumilikdə idarənin tabeliyində olan digər müəssisələrdə özbaşına idarəetmə halları müşahidə olunmağa başlayıb. Fuad Bədəlovun fəaliyyəti nəticəsində hazırda bəzi məktəblərdə müəllimlərin dərs saatlarında iştirak etməməsi və onların maaş kartlarının məktəb direktorları və təhsil şöbəsi müdirləri tərəfindən toplanaraq qanunsuz şəkildə istifadəyə yönləndirilməsi barədə məlumatlar mövcuddur. Bu yolla həmin vəsaitlər müəllimlərin özlərinə tam çatmır. Bakı News-a daxil olan faktlar arasında Laçın Təhsil Şöbəsinin müdiri Nicat Həsənovun fəaliyyəti xüsusilə diqqət çəkir. Məlumata görə, o Laçın rayon məktəblərində müəllimlərin maaş kartlarını əlindən alaraq onların dərs saatlarında iştirak etməməsinə şərait yaradır. Bu üsulla qanunsuz gəlir əldə edən məmurlar görünür ki, Fuad Bədəlovun dəstəyindən yararlanırlar. Fuad Bədəlov həmçinin şəxsi maraqlarından çıxış edərək yaxınlarını təhsil sahəsində kifayət qədər peşəkar olmayan şəxsləri müxtəlif vəzifələrə təyin edir. Bu hal yalnız müəllim heyəti ilə məhdudlaşmır. Texniki işçilər də eyni şəkildə qanunsuz olaraq işlə təmin edilir. Onların maaşları isə məktəb direktorları vasitəsilə idarə müdiri Fuad Bədəlovun şəxsi istifadəsinə yönləndirilir deyə mənbə bildirir. Fuad Bədəlovun kimlər tərəfindən himayə olunması da sual doğurur. Özünü Təhsil Nazirliyində şöbə müdiri olan Eşqi Bağırovun yaxın adamı kimi təqdim edən Fuad Bədəlov qısa müddət ərzində geniş miqyaslı korrupsiya şəbəkəsi quraraq Laçın, Kəlbəcər və digər rayonlarda rüşvət sisteminin inkişafına şərait yaradıb. Ölkə rəhbərinin korrupsiyaya qarşı apardığı mübarizəsinə kölgə salınması isə yuxarı dairələrdən hansısa yollarla gizlədilir. Bu səbəbdən yaranan narazılıqlar və dayanmadan daxil olan şikayətlər Fuad Bədəlovun fəaliyyətinin cəmiyyət tərəfindən necə qəbul olunduğunu açıq şəkildə göstərir. Onun fəaliyyəti ilə bağlı araşdırmalarımız hazırda davam edir. Laçın rayonundan şikayətçi olan bir çox vətəndaş bildirir ki, Nicat Həsənov müəllimlərin maaşlarının bir hissəsini tələb edərək onların kartlarını özündə saxlayır. Hazırda onun 100-dən çox maaş kartına nəzarət etdiyi iddia olunur. Bu barədə aidiyyəti qurumlara dəfələrlə şikayətlər edilsə də heç bir tədbir görülmür. Biz Elm və Təhsil Nazirindən xahiş edirik ki, məsələni obyektiv şəkildə araşdırsın və Fuad Bədəlovun qanunsuz əməllərinə hüquqi qiymət verilməsini təmin etsin. Redaksiyamıza daxil olan digər faktlar da ciddi araşdırılmaqdadır və ümid edirik ki, bu hallar yaxın zamanda rəsmi qurumlar tərəfindən də nəzarətə götürüləcək. Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə təhsilin keyfiyyətinin artırılması vacib bir məsələyə çevrilmişdi. Təəssüf ki, bəzi məmurların şəxsi maraqları ucbatından məktəblərdə bir növ bazar formalaşır. Burada müəllimlərin maaşları məktəb direktorları və Regional Təhsil İdarəsi rəhbərliyi tərəfindən bölüşdürülür. Bu vəziyyətin davam etməsi, təbii ki, narazılıqların artmasına, təhsilin keyfiyyətinin aşağı düşməsinə, şagirdlərin dərslərdən yayınmasına və ümumilikdə təhsil sistemində ciddi problemlərin yaranmasına səbəb olur. Qeyd edək ki, hazırda Laçın və Kəlbəcər rayon məktəblərində elə şagirdlər var ki, onlar faktiki olaraq Bakıda yaşayırlar. Hətta bəzi müəllimlər də Bakıda yaşasalar da adları həmin rayon məktəblərində qeydiyyatda saxlanılır. Bu faktlar hazırda redaksiyamızın texniki araşdırma mərhələsindədir və yaxın zamanda ictimaiyyətə daha geniş şəkildə təqdim olunacaq. Bizi izləməyi unutmayın. Araşdırmamız davam edir.